Gözəl insanlar, bir daha salam. Bu da bizim isimlərlə bağlı 3-cü videomuz. Yəni söhbət nədən gedir burada arkadaşlar? Yelik halından. İsmin yelik halı. Bu yelik halına possessive case ya da genitive case də deyirlər. Tak ki, possessive sözünü görsəz ya da genitive birinci söhbət yelikdən gedir. Xahiş edirəm bu mövzunun adını passive voice-la qarışdırmayın. Passive voice nədir? Məchul növ. Burada possessive yazılıb. Bu yelik deməkdir. Possess sözündən gəlir. Yiyələnmək, sahib olmaq. Possessor, yiyə sahib deməkdir. Okey, getdik. Sadədir. Təkrardır. Cəm forması S ilə düzələn, cəm forması S ilə düzələn lüboy ismin yiyəliyi bu şəkildə düzəlir. Yəni S ismə bitişik olur. Oradakı S cəm şəkilçisidir. Yelik, yəni apostrof da həmin o S-dən sonraya düşür. Söhbət bağlandı. Okay, writers cəmdədir, cats cəmdədir. Onda bundan yiyəliyi S-dən sonra sadəcə apostrof verməklə üzər. Teachers cəmdədir, S apostrof. Yaxşımı? Əksər isimlərində cəm forması S ilə düzəldiyinə görə, deməli o S ilə cəmlənən isimlərin yiyəliyi nə olur? S-dən sonra apostrof. Bəs müəllim, kökündən dəyişən, təki cəm eyni olan, həmişə cəmdə olan o 4 dənə isim var. Bəs onlarda nə olur? Bunları əzbərləyin. Hansılar idi onlar? Man, men. Qoy bunları silək. Okay. Baxaq. Man, men. Woman, women. Child, children. Goose, geese. Tooth, teeth. Foot, feet. Ox, oxen. Mouse, mice. Louse, lice. İndi bu man, meni, woman, women'i də businessman, businesswoman. Sportsman, sportsman. Fərqi yoxdur. Sportswoman, sportswomen. Nə bilim, salesman, saleswoman. Bunlara da əlavə eləsəz eyni şeydir. Man, men olacaq, woman, women olacaq. Bunların hamısının yiyəliyi apostrof S-dən düzəlir. Təkdə də, cəmdə də. Əhali, cəmaət, insanlar mənasında people. Police, poultry, cattle. Bunların da yiyəli həmişə nə olacaq? Apostrof S. Çünki bunların tək forması yox. Bunlar ilə cəmdə işlənir. Sonra deer, fish, sheep hara getdi. Bir də sheep. Bunların da yiyəli həmişə apostrof S olacaq. Yaxşı, S apostrof olmayacaq. Bax, bunları nə edəcəksiniz? Bunları əvəzləyəcəksiniz. Əvəzləyəcək yox, əzbərləyəcəksiniz. Burada da yazmışam, bəli. Bunları yiyəli ancaq və ancaq apostrof S olacaq. Okay. Sonra başqa nəyi biz verə bilərik? People xalq mənasında okeydir. Bunu probel vurmalıyam, bu yana düşməlidir. Xalq mənasında problem deyil. Cəmlənə bilir, S apostrof deyilə bilərsən. Okay. Amma əhali, insanlar, cəmaət mənasında adətən testlərdə düşür. O da həmişə apostrof S. Həftənin günləri, aylar, illər, fəsillər, ölkə, şəhər, kənd adları fərqi yoxdur. Xüsusi isimlər. Bunların hamısı apostrof S eləyəcəksiniz. Mr, Mrs, doktor, yəni müraciətlər apostrof S eləyəcəksiniz. Uncle, aunt, granny, daddy, nanny, pappy, mammy bilmirəm. Bunlar da adətən apostrof S verirlər. Soyadlar, familiyalar tək olduğuna görə apostrof S verirlər. Amma soyadların qabağına the article görsəz ki, bu şəkildə verirlər. Onu da həmişə S apostrof verim. Yəni soyadları da cəmləyə bilərəm. Bir şərtdən qabağına Z article verim, sonra S cəm şəkilsi. Siz də bilirsiniz ki, S cəm şəkilsi olan hər yerdə, məsələn, Rəhimlə Nuranın soyadı Məmmədov. S cəm şəkilsi götürən lüboy ismin yiyəliyi S-dən sonra apostrofdur. Doctor, chemist, baker, grocer, florist, dentist, butcher, hairdresser, bunlar da həmişə apostrof S verir. Bunlar görmürəm, suallar salmırlar. Bunlar da salmırlar. Mother-in-law, father-in-law, sister-in-law, brother-in-law, editor-in-chief, commander-in-chief. Bu tək forma, bu cəm forma fərqi yoxdur. İstəyir təkdə olsun, istəyir cəmdə olsun. Yiyəlik həmişə apostrof S-dir. Çünki cəmlənəndə birinci tərəfdən cəmlənir, amma yiyəlik həmişə hara düşür? Axıra. Ona görə həmişə apostrof S olar. Qaynana, qaynata, baldız, qayın. Yox, kürəkən, qayın. Bilməm, neysə. Qayındır deyəsən. Baş redaktor, bu da nədir? Baş komandir. Fərqi yoxdur. Təkdə də cəmdə də apostrof S verəcəksiniz. Sonra, bunu da daha adətən salmırlar, əvvəllər salırlar, amma yenə də salsam məsələn çox sadə düşər. Bir əşya, iki və daha çox nəfərə aid. Yəni, hər ikisinin də ortaq
ortaq, şərik əşyasıdırsa, o zaman sonuncu şəxs yiyəlik qəbul edir. Yox, bunun əşyası ayrıdır, bunun əşyası ayrıdırsa, onda yiyəliklər ayrı verilməlidir və ən az 2 əşya olduğuna görə buradakı əşyamız cəmlənir. Amma saim isim olsa təbii ki, cəmlənməyəcək. Yox, söhbət bədən üzvlərindən gedirsə, onda yiyəliklər ayrı-ayrı verməlidir. Çünki bədən üzvləri heç vaxt ortaq mal qəbul edilə bilməz. Bunu yadda saxlayın. Və mənim həmin bu şəxslərimlə nədirsə indi bunlar? Neither nor, either or ya da or ilə ayrılarsa könül candan, yeri həmişə ayrı-ayrı verilməlidir. Bunu da day görmürəm, salmırlar. Amma bax, bunları görəcəksiniz. Nədir bunlar? Mesela yeri də çox asan düşür. It's, his, she's, whose, what's, that's, where's, there's, let's ilə başlayan cümlələr, yəni bu gördüklərinizin heç biri yiyəlik sayılmır. Yiyəlik deyil. İsmin yiyəlik halı deyil. Və apostrof S-dən sonra cümlənin əvvəlində apostrof S verir. Bizi çaşdırır. Deyir ki, qardaş, bu yiyəlikdir yoxsa yox. Sizə biz ki, apostrof S həzin qısa forması ola bilər, izin qısa forması ola bilər, ya da həqiqətən yiyəlik ola bilər. Yiyəlik isə özündən sonra isim ya da ismi birləşmə gəlməlidir. Yaxşı? Amma gətirəcək sizə nə verəcək? Apostrof S-dən sonra got var, veri var, ing to var, əvəzi var, article var, fiil var, zərf var, veri var, not var, so var, no var. Verin deyəsin ki, də yazmış. Yəni isimdən başqa hər şey var da qardaş. Fiilin 3-cü forması, 5-ci forma, 100-cü forma fərqi yoxdur. İsim, ismi birləşmədən başqa hər şey gəlib. Onda bu yiyəlik deyil. Bunu da görəcəksiniz. Sadəcə yazacaqsın məsələn Jane's answer was good. Jane'in cavabı əla idi, yaxşıdır. Hə, okey. Yiyəlikdir. Amma yazacaq ki Jane's answered me. Jane mənə cavab verir. Bu artıq fiil, idisi var. Jane's coming home. Jane, bunu da əlavə yazım. Düşmə ihtimalı 0-a yaxındır. Jane's coming home. Nə olsun burada? Surprised me. İndi bax, birincidə ki, Jane evə gəlir. Yəni, is coming home. Amma ikincidə, yiyəkdən sonra fiil, bu Jane'dir. Jane'in gəlişi, gəlməyi hara evə məni neylədi? Təəccübləndirdi. Yəni, apostrof S-dən sonra fiil ing-nin, yəni bu hissə birlikdə yiyəlik olması üçün üstəgəl mütləq cümlədə nə olmalıdır? Xəbər. Yəni, çünki bu olacaq mübtada. Həqiqətən Jane'in gəlişi mübtadadır, məni təəccübləndirdi. Təəccübləndirdi. Bu da xəbər. Yəni, belə bir şey görsəz, yiyəlik. Amma mən burada məsələn görmürəm. Baba, burada. Jane is coming. Jane gəlir hara? Evə. Burada görmədim. Belə, bu da yiyəlik. Qısa və netdir, düşən tipdədir, okey. Bunları oxusaz kifayət eləyir, amma dediyim kimi istəyən olarsa full materialda ata bilərəm. Yəni sentyabrdan hazırladığım material və videonu. Belə, indi keçirəm testlərin izahına.